Bugün aprelin 7-si xristiyanlar duyuruş, müjdə gününü qeyd edirlər. Xristiyanlar üçün müjdə günü ilahi bayramlar arasında ən vaciblərindəndir. Bu bayram köhnə təqvim ilə martın 25-də, yeni təqvim ilə isə aprelin 7-sində qeyd olunur. Bugün mələklərdən biri Məryəm anaya İsa Peyğəmbəri dünyaya gətirəcəyi haqda əvvəlcədən məlumat duyuraraq ona müjdə verib. Müjdə günü xristiyanlar oruçlarını açırlar. Onu əsrlər boyu Tanrının saxlanılmış sirrinin açılması günü kimi də adlandırırlar. Ulaşlı kəndində başlayan qarşıdurma Marneuli İcra Hakimiyyəti binasının həyətində davam elədi. İndi də bələdiyyə üzvləri bir-birlərinə qarşı şifahi və fiziki təzyiq göstərdilər. Münaqişə bələdiyyə iclasından bir neçə saat əvvəl baş verib. Coşqun Zeynalovun sözlərinə görə qarşıdurmanın səbəbi 2010-cu ildə özəlləşdirilmiş torpaq sahələridir. Zeynalov Laşa Kveyladzeni ona qarşı fiziki təzyiq göstərməkdə günahlandırır. Bələdiyyə üzvü Givi Kveyladze ona qarşı irəli sürülən ittihamı qəbul etməyərək əks iddia irəli sürür. Onun sözlərinə görə qarşıdurmada bələdiyyə işçiləri ilə birlikdə icra hakimiyyəti əməkdaşları da iştirak elədilər. Kveyladze bunun təsdiqi kimi icra hakimiyyəti binası qarşısında quraşdırılmış video gözlüyün kadrlarının izlənilməsini istəyir. Bugünkü qarşıdurmaya icra başçısı Mirab Topşişvili də münasibət bildirib. Gəlmək istəyirdim, məni saxladı. Bir sıra məsələlərdə məni günahlandırmağa başladı. Mən də torpaq məsələsi ilə bir əlaqəm olmadığını, bütün bunların absurd olduğunu dedim. Torpaqların özəlləşdiyi zamanlar onların partiyasının hakimiyyətdə olduğunu xatırlatdım. Givi Kveyladzenin oğlu bizə yaxınlaşdı. İkisi də mənə əvvəlcə söz ilə, sonra da fiziki təzyiq göstərdilər. Bizi yaxınlıqda olan şəxslər araladılar. Mən ərizə ilə polisə müraciət elədim. Xəstəxanaya gəldim. Özümü yaxşı hiss eləmirəm. Əvvəlcə oğlu, sonra da Givi Kveyladzenin özü məni vurmaqda davam elədilər. Gürcü arzusu tərəfindən şiddətə məruz qaldıq. Qarşıdurma yarandı. Bazar günü Qasımlıya getdik. Bizi oraya əhali çağırmışdı. Onların problemlərini həll eləməyə getmişdik. Bugün bələdiyyə iclası olmalıydı. Biz də iclasa getmişdik. Gürcü arzusunun deputatları da oradaydılar. Bizə dedilər ki, kəndə gedib əhali ilə niyə görüşürsünüz? Söz ilə təhqir etdilər deyə mübahisə yarandı. İcra hakimiyyəti əməkdaşları bizə fiziki təzyiq göstərdilər. Biz 2 nəfər idik, onlar isə təxminən 30 nəfər. Polis sorğuya dəvət elədi. İcra hakimiyyəti və bələdiyyə üzvləri ikimizə fiziki təzyiq göstərdilər. Coşqun mənə söyürdü. Bu zaman oğlum mənim otağımın pəncərəsindən bizə baxırdı. Söyüncü eşidib aşağı düşdü. Coşqunla oğlum birlikdə işləyiblər. Coşqun əvvəl Milli Hərəkat Partiyasının fəallarından idi. Mənim tapşırıqlarıma əməl eləyirdi. Polis əməkdaşları o kəndə niyə getdiyimizi soruşdular. Hazırda ekspertizaya gedirik. Çox təəssüf doğuracaq fakt baş verdi. Siyasətçilər, əməkdaşlar bir-birinə qarşı belə aqressiv yanaşmalı deyirlər. Amma bu münaqişə bugün yaranmayıb, dünən başladı. Milli Hərəkat nümayəndələrinin Ulaşlı kəndində təxribat aksiyası zamanı başladı. Zeynalov həmin kəndin sakinidir. Təxribatçılar deyirdilər ki, Coşqun Zeynalovun atası hazırki hakimiyyət tərəfindən kənd oturacağını alıb. Lakin bu həqiqət deyil, sadəcə təxribatdır. Mən sizə sənədləri də göstərə bilərəm. Zeynalova torpaq sahəsi 2010-cu ildə elə Vahid Milli Hərəkatın üzvləri Givi Kveyladzenin bələdiyyə üzvü olduğu zaman satılıb. Əhaliyə səhv məlumat verib, özlərinin buraxdıqları səhvi hazırki hakimiyyətin üzərinə atırlar. Bugün bələdiyyə iclası olmalıydı. Coşqun Zeynalov da iclasa gəlirmiş. İcra hakimiyyəti binasının həyətində Milli Hərəkatın üzvləri söhbət edirlərmiş. Coşqun deyib ki, gəlin bu təxribatlara son qoyaq. Özünüz də bilirsiniz ki, o torpaqlar sizin dövrdə satılıb. Özü də qanunidir. Bundan sonra Givi Kveyladze və oğlu söz ilə və fiziki təzyiq göstəriblər. Şəhidlərin
sözlərinə görə Coşqun Zeynalov, Givik Veladze və Laşak Veladze arasında fiziki qarşıdurma yaranıb. Hazırda insidentdə iştirak edən iki tərəf də polisə açıqlama veriblər. Onlardan birinin sözlərinə görə döymə faktı ilə 125-ci maddə üzrə iş açılıb. İstintaq davam eləyir. Marneuli Bələdiyyəsinin 7 aprel iclasında bələdiyyə deputatları əsas məsələləri müzakirəyə qoydular. İclasda 23 məsələnin hər biri qəbul olundu. Məsələlər arasında ən önəmlisi sırayla 5-ci idi. O, Marneulidə yaşayan məhdud qrupların problemlərinin həlli üçün bir pəncərə prinsipindən istifadə etməyi nəzərdə tutur. Bu haqda bələdiyyə aparatının rəhbəri Nino Beridze geniş məlumat verdi. İclasda məlum oldu ki, bələdiyyənin yeni hüquqşünası var. Tədbiri bələdiyyə sədri Nəbi Abdullayev dəyərləndirdi. Bugün iclasda 23 məsələni müzakirə edərək təsdiqlədik. Onlardan birincisi Marneuli büdcəsinə həsr olunmuşdu. Ən vacib məsələlərdən isə dializ xəstələrinə maddi yardımın ayrılmasıdır. Bu insanların nəqliyyat ilə təmin olunması üçün 2000 lari ayıracağıq. Ümum götürsək, iclas yaxşı keçdi. Bir pəncərə prinsipinin müzakirə olunması çox önəmli idi. Bugündən məhdud şəxslər üzrə işə başlanılacaq. Qadın İnformasiya Mərkəzi tərəfindən konsepsiya hazırlanıb. Bələdiyyəmiz ölkə üzrə 5 pilot bələdiyyə sırasına daxildir ki, onlarda bu bir pəncərə prinsipi həyata keçirilir. Bu layihə hüquqi, sosial və iqtisadi cəhətdən məhdudlaşmış şəxslərə həsr olunub. Mən ali təhsilli hüquqşünasam. Martın 23-dən işə qəbul olunmuşam. Mənə bələdiyyəyə daxil edilən hər bir sənədin hüquqi cəhətdən tərtibi həvalə olunub. Kürdlər Qasımlı və Sabirkənd İctimai Məktəblərinin şagirdlərinin təşəbbüsü ilə İcra Hakimiyyətinin konfrans zalında 9 aprelə həsr olunmuş tədbir keçirildi. 9 aprel qəhrəmanlarından biri Leyla Vepxuadze də xüsusilə bu tədbir üçün Marneuliyə gəlmişdi. Vepxuadze 1989-cu il 9 aprel günlərini xatırlayaraq baş verənləri tədbir iştirakçılarına danışdı. Xatırladaq ki, Gürcülər Sovet Birliyindən çıxmaq tələbi ilə 1989-cu il aprelin 9-undan küçələrdə aksiyalar keçirməyə başlayıblar. Qarşıdurmada 21 nəfər dünyasını dəyişib. 1989-cu ildən sonra Gürcüstanda hər il 9 aprel matəm günü kimi qeyd olunur. Təşkilatçılara təşəkkürümü bildirirəm. Uzun zamandır insanlardan bu cür isti münasibət görməmişdim. Mənim fikrimcə 9 aprel yıxılmış Gürcüstanın azadlığıdır, bərpasıdır. 3 məktəb birləşib 9 aprelə həsr olunmuş tədbir təşkil elədik. Bugün Gürcüstan tarixində vacib günlərdəndir, azadlıq günümüzdür. Milli azlıqlar üçün də bu gün çox önəmlidir. Onlar yaşadıqları ölkənin tarixini bilməlidirlər. Bizə dəstək göstərdiklərinə görə icra hakimiyyətinə, şəxsən icra başçısına təşəkkürümü bildirirəm. Şeir danışdım, mahnı oxudum, tədbiri çox bəyəndim. Qonaqlara gəldiklərinə görə də dərin təşəkkürümü bildirirəm.